Şəxsiyyəti və mübarizəsi özü ayrıca bir məktəbidir. Müasir Azərbaycan xalqı sanki o məktəblərin buraxılışıdır. Özü minlərlə tələbə yetişdirmiş Azad Mirzəcanzadənin deyimincə, müəllim peşəkar xeyirxahdır. Gəlin xeyirxahlarımızı, əziz müəllimlərimizi minnətdarlıq hissi ilə yada salaq. Biz onlardan oxumaq, yazmaq, hesab öyrəndik. Onlar bizə elmin qapılarını açdılar. Onlar bizə faydalı insan olmağı öyrətdilər. Öyrəndiksə, olduqsa onların xidmətidir. Hələ onlar deyən ola bilməmişiksə, öz günahımızdır. Haqqınızı halal edin, əziz müəllimlər. Əziz tamaşaçılar, biz bugün müəllimləri təbrik etdik. Əziz müəllimlərimiz təbriklərimizi qəbul etdiksə, biz özümüzü xoşbəxt hesab edə bilərik. Bir qədər əvvəl qeyd etdik, biz bu səhər millətimizin böyük müəllimlərindən danışacaq. Elə studiyamızın qonaqları da bizim dəyər verdiyimiz müəllimlərimiz olacaq. Vaxt itirmədən qonağımızı təqdim edirəm. Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun direktoru Professor Rasim Əlquliyev və yaxud da sadəcə Rasim müəllim. Sabahınız xeyir olsun. Sabahınız xeyir olsun Rasim müəllim, xoş gördük. Təşəkkür edirik ki, belə bir əlamətdar gündə studiyamıza gəldiniz. Bəli, bugün Beynəlxalq Müəllimlər Günüdür, deməli müəllimlərin bayramıdır və biz də sizi də təbrik edirik bugün münasibətilə və şübhəsiz sizin də deyəcəyiniz xoş sözlər var ki, biz çox sağ olun verdiyiniz mənə bu imkana görə. Doğrudan da bu gün çox əlamətdar bir gündür. Çünki cəmiyyətdə elə tarixində müəllim peşəsi çox ali olubdur, çox şərəfli olubdur. Həm də cəmiyyət həmişə müəllimlərin qarşısında böyük vəzifələr qoyubdur. Çünki cəmiyyətin müəllimlərdən umacağı çox yüksəkdir. Ona görə də müəllimlər öz peşələrini yerinə yetirməklə, yəni fizika müəllimi, riyaziyyat müəllimi və yaxud da hansısa bir fənli müəllim olmaqla yanaşı, həm də cəmiyyətdə o milli mənəvi dəyərlərin daşıyıcısı kimi bir etalon bir şəxsiyyət kimi demək özlərini təqdim edirlər. Ona görə də müəllim peşəsi doğrudan da cəmiyyətdə qeyd etdiyimiz ki, həmişə hörmətli olubdur, nüfuzlu olubdur. Hansısa bir nöqsan olanda ona qarşı çox sərt təpkilər olubdur. Ona görə də bu günləri Azərbaycanın, xüsusən müstəqil Azərbaycanın o inkişaf yolunda müəllimlərin qarşısında böyük vəzifələr durur. Və əvvəlki müəllimlər, indiki müəllimlərin biraz fərqi də vardır. Çünki əvvəllər bir qədər tərbiyə məsələləri, uşaqların böyüdülməsi, inkişaf etdirilməsi bir qədər asandı idi. Çünki təhsil mühitinin özü qapalı idi. Çünki müəllim, valideyn və bir balaca bir ictimai mühit var idi, kənd səviyyəsində, şəhər səviyyəsində. Amma bu günləri qloballaşan dünya əlbəttə ki, təhsil mühitinin öz təsirini göstəribdir. Artıq təhsilin özü qapalı mühitlikdən çıxıbdır, açıq mühitə çevrilibdir. Ora bir internet əlavə olunubdur, bir İKT əlavə olunubdur. Ona görə də açıq təhsil mühitində əlbəttə ki, müəllimlərin vəzifəsi çox belə dəyişibdir. Yəni ki, artıq daha da məsuliyyət olubdur. Və bu günləri artıq o biliyin, belə deyək ki, cəmiyyətdə aparıcı bir mövqeyə gəlib çıxması bir məqama çatıbdır. Artıq 21-ci əsr informasiya əsri, bilik əsridir. Ona görə də müəllimlər bu biliklər cəmiyyətinin əsas əskərləridir, əsas zabitləridir ki, bu insanları formalaşdırmaq, insanları istiqamətləndirmək müəllimlərin çiyində olan əsas vəzifədir. Bəli, və həqiqətən də bu günləri tədris prosesini İKT-siz təhsil etmək mümkün deyildirsə, yəqin səhv etmiş olmaq. Biraz əvvəl siz də bu məsələyə ona görə də müasir dövrdə, yəni əvvəllər belə idi ki, müəyyən dərslikləri müəllim uzun müddətdə tədris edirdi, dəyişiklik yox idi, sakitçilik idi. Müəyyən o milli mənəvi dəyərlər həm məktəb, həm də ictimai mühit tərəfindən nəzarətdə idi, tərbiyə də hamısı yaxşı gedirdi. Amma indi məsələ biraz başqa cürdür. Yəni uşaqların artıq internetə çıxış imkanları artması, artıq informasiyanın asanlıqla əldə olunması, müəllimlərin qarşısında artıq dərslik yox, elektron dərslərin olması, kompakt disklərin olması, flash yaddaşların olması, yəni bir qədər təhsildə olan işçilərin vəziyyətini demək çətinləşdiribdir. Buna görə də bu reallıq Azərbaycanda da vardır. Dövlət tərəfindən buna böyük dəstək göstərilir. Orta ümumi təhsil məktəblərində, təhsilin ayrı-ayrı pillələrində informasiya texnologiyası geniş tətbiq olunur. Müəllimlərin özlərinin qarşısında mühüm vəzifələr qoyulub ki, müəllimlər artıq istər fənndən asılı olmadan bu texnoloji biliklərə, texnoloji mədəniyyətə malik olmalıdırlar ki, öz işlərini yaxşı həyata keçirsinlər. Ona görə də müəllimlərin özləri o öz fənləri ilə yanaşı texnoloji bilikləri də həmişə daimi izləməlidirlər. Çünki texnoloji biliklər bilirsiniz ki, bu tez köhnələn biliklərdir, tez-tez dəyişir. Ona görə də müəllimlərin biraz vəziyyəti bir qədər də çətinləşibdir, bir qədər də onlar qeyd etdiyim o ənənəvi funksiyaları var idi ki, həm öz fənini, həm də ki, cəmiyyətdə o milli mənəvi dəyərlərin əsas daşıyıcısı kimi demək, fəaliyyət göstərirlərsə, bu günləri o texnologiya öz təsirini göstərir, bütün prosesləri demək, bir qədər başqa yöndə demək yönəldir. Çünki artıq şagird internetlə və yaxud da başqa imkanlardan istifadə edirlər, sosial şəbəkələrdən istifadə edirlər, sosial media vasitələrdən istifadə edirlər. Yəni o məktəb modeli, o qədimdən indiyə gələn o məktəb modeli bir qədər elə bir ki, sərbəstləşibdir. Demək, bir qədər də o sosial mühitin özündə, o horizontal səviyyədə istənilən müəllim-tələbə münasibətləri qurula bilir.
Ona görə də belə bir şəraitdə müəllimin özünün nüfuzunun daha da inkişaf etdirilməsi, müəllimin özünə əvvəllər bir informasiya, məlumat daşıyıcısı funksiyasından başqa bu günləri artıq müəllim biliyi mənbəyinə çevrilməlidir, biliyi menecerinə çevrilməlidir. Yəni artıq belə sadə dilini demək istəyirəm ki, müəllim vurma cədvəlini öyrətmək, yəni ki, o vurma cədvəlini əzbər etmək yox, vurmanın qaydasını öyrətməlidir. Yəni o boyda o məlumat ki var, o cədvəllər, o lazım deyil, onun qaydasını öyrətsin kifayət eləyər. Yəni bu günləri informasiya bolluğu şəraitində, yəni insanları, yəni xüsusən də bu tələbələri, şagirdləri o informasiya yükləmək lazım deyil. Çünki bunu daşıyan artıq internet var, veb-saytlar var. Belə bir söz deyirlər ki, bax, bugünkü gündə müasir tədris prosesi öyrənməyi öyrədir. Şagirdlərə də, istər tələbələrə də, bax, qeyd etdiyiniz məqam da bugünkü gündə informasiya texnologiyaları vasitəsilə kifayət qədər asanlaşıb ki, şagirdlərə, tələbələrə, insanlara, ümumiyyətlə müəllimlər öyrənməyin yollarını, üsullarını öyrədirlər. Qalan qeyd etdiyiniz kimi hər şey onun əlinin altındadır. Bax, qeyd etdiyiniz bütün bu məqamlarda bizim deyirəm, çünki artıq həqiqətən də bax, bu institut bizə, biz bu institutda kifayət qədər yaxın və doğma olduq. Söhbət informasiya texnologiyaları institutundan gedir. Bütün bu qeyd etdiyiniz sahələrin inkişafında institutun da əvəzsiz rolu var, biz bilirik. Eyni zamanda bugünkü gündə müəllimlərin kompüter texnologiyaları üsulu ilə tədris proqramlarının aparması böyük təqdirə layiqdir. Hər bir müəllim üçün ən böyük mükafat onun şagirdinin uğurlarıdır. Bəs bugünkü gündə institut öz uğurları ilə necə sevinirmi, qane edirmi onu? Mən onu demək istəyirəm ki, son bir 8 il ərzində bizim institut tərəfindən o təhsilin 3-cü pilləsi deyirlər. Doktorantura səviyyəsi üçün 12 mindən artıq insan informasiya texnologiyalarından gəlib keçibdir, müəyyən imtahanlar veribdir, biliklər əldə edibdir və bu proses davam edir. Eyni zamanda biz öz, yəni ki, o müəllimlik funksiyamız, yəni bizim o alimlik funksiyamıza yanaşı, eyni zamanda o müəllimlik vəzini həyata keçirmək istiqamətində işlər aparırıq. Bütün Azərbaycanda, regionlarda, istər televiziya vasitəsilə bizim informatika dərslərimiz olur, dərsliklərdir. Bu tədris prosesində biz həmişə varıq və Təhsil Nazirliyinin müvafiq qurumları ilə biz sıx əlaqədəyik. Bu informasiya texnologiyalarının tədris olunması, müəllimlərdə bu texnoloji mədəniyyətin formalaşması, informasiya mədəniyyətinin elementlərinin aşılanması istiqamətində biz çox demək, yaxını istifadə edirik. İnstitutun nəzdində Tədris İnnovasiya Mərkəzi fəaliyyət göstərir ki, bax bu innovasiya mən xüsusilə demək, vurğulamaq istəyirəm ki, bu informasiya texnologiyaları bilikləri, yeni biliklərin cəmiyyətə çatdırılması, xüsusən müəllimlərə çatdırılması istiqamətində biz Təhsil Nazirliyi ilə çox yaxından əməkdaşlıq edirik. Yəni demək istəyirəm ki, bütün bax bu işlərin hamısında, yəni bir sözlə elektron müəllimlərin yetişdirilməsində, yəni bir sözlə bunu mən, yəni o adi müəllimlərin artıq o İKT bilikləri yiyələndikcə elektron müəllimə çevrilməsi üçün institut da digər qurumlarla bərabər yaxından iştirak edir. Yəni informasiya texnologiyaları bu günləri informasiya cəmiyyətinin əsas vasitəsidir. Hər bir kəs bunu bilməlidir. İstər məişətdən başlayaraq bütün o ali səviyyələrə qədər bu texnologiyaları bilməyən insan əlbəttə ki, bir qədər imkanı məhdudlaşır. Buna görə də müəllimlərin şeyində bu da xüsusi vəzifə durur. Yəni bu müəllimlər bu işləri bilməklə o tələbələrə, şagirdlərə o verdikləri bilikləri adi ənənəvi qaydada o lövhənin qarşısında danışmaqla yox, eyni zamanda vizuallaşdırılması, bir film kimi, bir hansısa bir video, bir təqdimat kimi onların təqdim olunması, sanki o hadisələrin içərisinə o uşaqların gətirilməsi, indi müxtəlif biliklər var ki, bunların vizuallaşdırılması üçün müəllimlərin özlərinin demək, daha da böyük imkanlara nail olması üçün bu bilikləri daşımalıdır. Hətta bugünkü gündə ağıllı lövhə adlandırılan belə bir lövhələr var ki, tədris otaqları təmin olunub. Bizim müəllimlərin o gördüyümüz ənənəvi təbaşir qoxusundan müəllimlər artıq xilas olublar. Bunun üçün də Rasim müəllim haqlı olaraq qeyd elədi ki, hər bir müəllim artıq bu bilgiləri bilməlidir ki, rahat bir şəkildə bax bunu tələbələrə də tədris edə bilsin. Maraqlı bir kəlam işlətdi Rasim müəllim, adi müəllimlərin elektron müəllimlərə çevrilməsi. Artıq bu bəllidir, şagirdlər, tələbələr, gənclər bunu normal və hardasa böyük maraqla qarşılayırlar. Bəs həmin o adi xüsusi stereotipləri olan müəllimlər bunu necə qəbul edirlər Rasim müəllim? Mən deyərdim ki, müəyyən qədər ilk vaxtlarda bir problemlər ola bilərdi. Yəni hardasa bir 7-8 il bundan qabaq bunlar bir çətinlik yaradır. Amma son zamanlar bilirsiniz ki, Azərbaycanda prezidentimiz tərəfindən informasiya texnologiyasına böyük dəstək göstərilir və proqramlar qəbul olunubdur. Orta ümumi təhsil məktəbində, ümumiyyətlə təhsilin müxtəlif pillələrində informasiya geniş tətbiq olunur, müxtəlif layihə həyata keçirilir. Artıq müəllimlərin özləri də başa düşürlər ki, başqa bir yol yoxdur. Yəni obyektiv olaraq bunları öyrənmək lazımdır ki,
o şagirdlə yaxlaşır heç olmasa. Çünki şagirdin özü indi etiraf etmək lazımdır ki, o gənclər bu informasiya texnologiyalarını daha çox sürətlə mənimsəyirlər, onların imkanlarını yaxşı istifadə edirlər. Ona görə də bəzi hallarda elə mənim özümə də aiddir, mən bunu etiraf edirəm ki, o gənclər o texnika ilə daha yaxşı davranırlar, nəinki nisbətən yaşlı insanlar, müəllimlər də o cümlədən. Ona görə də müəllimlər də indi əlbəttə ki, icazə verin bununla biz razılaşmayıq. Çünki biz şahidi olmuşuq sizin texnologiyalar nə dərəcədə məlumatlı olduğumuzun. Hətta hər zaman efir öncəsi və sonra siz bizə elə məlumatlar təqdim edirsiniz ki, düzü. Yox, mən misal üçün deyirəm. Yəni demək istəyirəm ki, bu müəllimlərin demək artıq o şagirdlərlə, yəni şagirdlər əlində mobil telefonu görürsünüz, necə demək istifadə edirlər, asanlıqla istifadə edirlər. Ona görə də artıq Azərbaycanda təhsilin özünün modeli dəyişir. Artıq təhsilin özünün dayaqları dəyişir ki, informasiya texnologiya istifadə etmədən tədris ola bilməz. Özdəki informasiya texnologiyaları dediyim kimi artıq o tələbələr arasında da ki, dərsdən sonra münasibətlərin davamlı olmasına gətirib çıxarır. Çünki sosial şəbəkələr, internet, elektron poçt, mobil telefonlar, yəni artıq tədrisin özü əvvəlki ənənəvi tədris mühiti deyil. Yəni tədrisdən sonra da onlar bir-birinə əlaqə saxlayırlar. İndi son zamanlar bilirsiniz ki, sosial şəbəkələrin daha da geniş istifadə olunması, sosial media vasitələrinin artıq dərinləşməsi müəllimlə tələbə arasında elə dərsdən sonra da münasibətdə yer alır. O sosial şəbəkələr bir-biri ilə sual-cavab aparırlar, interaktiv mühit yaradırlar, kreativ hansı ideyaların ətrafında başlayırlar münasibət demək qurmağa. Ona görə də o tədrisin özünün modeli əvvəlki cəmiyyətlərdə olduğu kimi deyil. Artıq təhsilin özündə böyük bir daxili proses gedir, yəni dəyişiklik gedir və bunun da demək çərçivəsində müəllimin funksiyası ənənəvi olaraq o bir qədər bütləşdirilmiş, belə o mifikləşdirilmiş müəllim obrazı yox. Bu günləri elə bir ki, interaktiv olaraq aparıcı bir funksiyanı öz üzərinə götürən bir bilikli insan funksiyasını demək aparır, demək həyata keçirir. Yəni demək istəyirəm ki, bu internetin özü insanlar arasında münasibətləri dəyişibdir. Yəni müəllimlərin özləri biliyi menecerinə çevirirlər. Biliyin o hansısa biliyi ortaya qoyur, onun ətrafında müzakirə keçirir və bu daha da yaxşı nəticə verir. Çünki artıq o pedaqoji proseslər, tədqiqatlar göstərir ki, bax bu informasiya kommunikasiya texnologiyaları tələbələr arasında, müəllimlər arasında, hətta bunun biraz dairəsində genişlənir, məktəb çərçivəsində yox görürsən ki, internet üzərində istənilən uşaqlar bir-birindən məktəblər arasında münasibətlər qurulur. Bax bu reallıq Azərbaycanda artıq hiss olunur. İndi o qeyd etdiyiniz kimi bizim institutla bağlı deyə bilərəm ki, olimpiyalar keçirilir, məsəl üçün olimpiyalar keçirilir. Yəni artıq Azərbaycan çərçivəsində istənilən məktəbli müraciət eləyir, öz qüvvəsini orada nümayiş etdirir. Yəni bu informasiya texnologiyalarının gəlməsi tədris prosesinin özündə çox böyük yeniliklər həyata keçirir. Ona görə də müəllimlərin özləri də bu mühitə uyğunlaşması, adaptasiya olunması, elektron müəllimə çevrilməsi, özdəki burada mən elektron müəllimə bir paralel aparmaq istəyirəm ki, bu distant tədris məsələsi ortaya çıxıbdır. Özdəki müəllimin özü fiziki olaraq bir insan kimi müəllimdir. Eyni zamanda bunun elektron müəllimin başqa bir belə tərəfi də var ki, distant müəllim məsələsi var. Yəni ki, o canlı adam deyil, kompüterdə, serverdə, orada bütün biliklər var. Şagird təmasda olur. Yəni onlar müəyyən biliklər alır. Ona görə də müəllimin özü həm o distant tədrisinin arxasında onu öyrətmək, distant tədrisin o kontentini yerləşdirmək, oradakı o müəyyən bilikləri, müəyyən o pedaqoji o qaydada onların cəmiyyətə çatdırılması üçün o işdə də iştirak edir. Eyni zamanda da bax demək birbaşa o təmasda olur insanlarla. Buna görə tamamilə yeni bir reallıqdır. Tamamilə biz də sizinlə razıyıq və nə yaxşı ki, bu günləri bu reallıqdan biz sizinlə həmsöhbət olduq. İlk olaraq bizim səhər proqramımızda. Təşəkkür edirik. Sağ olunuz. Mən də bir daha müəllimlərinizi təbrik edirəm və onlara can sağlığı arzu edirəm. Bu bayram günündə studiyamıza təşrif buyurduğunuz üçün sizə təşəkkürümüzü bildiririk. Sizi və sizin simanızda bütün müəllimləri ürəkdən bir daha təbrik edirik.